Sumqayıtda 3 gündür su problemi. Sakinlər narazıdır. Sumqayıtın Bağçaşəhər yaşayış kompleksində sakinlər artıq 3 gündür davam edən su problemi ilə bağlı narahatlıqlarını ifadə edirlər. Sumqayıt TV-yə daxil olan müraciətlərdə bildirilir ki, kompleksdə su gün ərzində cəmi 2 dəfə, səhər saat 6-dan 9-a qədər və axşam saat 6-dan 9-a qədər verilir. Günün qalan hissəsində isə bütün binalarda su kəsilir. Sakinlərin sözlərinə görə əvvəlcə problemin Ceyranbatan istiqamətində baş vermiş qəza ilə əlaqəli olduğu bildirilib. Daha sonra isə onlara fərqli səbəblər göstərilib. Bu isə vəziyyətlə bağlı sualların daha da artmasına səbəb olub. Kompleksdə yerləşdirilən elanlarda suyun aşağı təzyiqlə daxil olduğu, bu səbəbdən müvəqqəti qrafik tətbiq edildiyi qeyd olunur. Elan komendantlıq tərəfindən sakinlərə təqdim edilib. Lakin sakinlər bildirirlər ki, yayın ən isti günlərində günün təxminən 18 saatını susuz keçirmək ciddi çətinlik yaradır. Onların sözlərinə görə binaların su anbarlarındakı ehtiyatı da tükənmək üzrədir. Bəzi hallarda isə su xüsusi maşınlarla gətirilərək anbarlara doldurulur. Vətəndaşlar onu da deyirlər ki, suyun kəsilməsi ilə bağlı məlumat bəzən cəmi 1 saat əvvəl verilir. Onların fikrincə, belə hallarda əvvəlcədən rəsmi xəbərdarlıq edilməli və problemin nə vaxt aradan qaldırılacağı barədə aydın məlumat təqdim olunmalıdır. Qeyd edək ki, materialda yer alan məlumatlar sakinlərin müraciətlərinə əsaslanır. Sumqayıt TV məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə rəsmi sorğu ünvanlayıb. Qurumun mövqeyi daxil olduğu təqdirdə dənc ediləcək. Siz də Sumqayıt və ətraf bölgələrdə baş verən hadisələrdən xəbərdar olmaq üçün Sumqayıt TV-nin YouTube kanalına abunə olun, Facebook, Instagram və TikTok səhifələrimizi bəyənməyi unutmayın.